Dünya geosiyasətinin qaydaları sərtləşməkdə davam edir. Bəli, anban, günbəgün, hətta demək olar ki, saat-ba-saat dəyişir. Və belə bir dəyişim sözsüz ki, bölgəmizə, regionumuza da təsirsiz qalmır və belə bir mənzərə fonunda Azərbaycan yeni demək olar tərəfdaşlıqlar, yeni əməkdaşlıqlar axtarmaqda davam edir və belə bir əməkdaşlıq da elə bu günlərdə oldu. Hansı əməkdaşlıqdır? Söhbətimizin əsası bax elə bu istiqamətdə olacaq. Yeri gəlmişkən Azərbaycan Dövlət Başçısının Özbəkistan səfəri və bu səfər də çox uğurlu oldu, nəticəli oldu. Elə bugünkü söhbətimizin mövzusu da o olacaq. Azərbaycan Dövlət Başçısının Özbəkistan səfəri və Azərbaycanın Mərkəzi Asiya platformasında təmsilçiliyi. Bu ölkəmizə nə verəcək, regionu necə təsirləndirəcək? Bu suallara cavab tapmağa çalışacağıq. Studiyamızın qonağı da var, millət vəkili Günay Ağamalı. Günay xanım, xoş gördük sizi. Xoş gördük, təşəkkür edirəm. Günay xanım, bildiyimiz kimi Azərbaycan Dövlət Başçısı bu günlərdə Özbəkistanda səfərdə oldu. Onsuz Azərbaycan, demək, Özbəkistan əlaqələri olduqca yüksək səviyyədədir. Dinimiz, dilimiz, ortaq mədəniyyətlərimiz, ortaq tariximiz sözsüz bu öz yerində, amma şəxslərin, liderlərin də əlaqələrə sözsüz ki, təsiri var. Azərbaycan və Özbəkistan münasibətləri bugün ən üst səviyyədədir bütün sahələrdə. Siyasi, iqtisadi, mədəni, bütün demək olar ki, əlaqələr bütün sahələri əhatə edir. Bu səfər də əlaqələrə bir qədər də imkanlar verəcək, yeni bir təkan verəcək. Necə düşünürsünüz? Əvvəla, Bətrə xanım, verilişə dəvətə görə sizə xüsusi təşəkkürümü bildirirəm və nə böyük və xoş təsadüf ki, bugün 17 noyabr Milli Dirçəliş gününə təsadüf edir bugünkü verilişimiz və mən bugün münasibəti ilə başda möhtərəm cənab prezidentimiz olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Təbii ki, Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin qoymuş olduğu dövlətçilik konsepsiyası və bəlli yol xəritəsi üzrə günü-gündən öz uğurlarını deməli artırmaqdadır, davam etdirməkdədir və bu heç şübhəsiz ki, bizim şəriksiz liderimiz, möhtərəm cənab prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Ard-arda Azərbaycan demək olar ki, günbəgün, hər gün, ayın demək olar ki, bütün təqvimin günlərində Azərbaycan böyük uğurlara imza atır. Buna çox Azərbaycan xalqı da müsbət qarşılayır və təbii ki, bütün bu uğurların ardınca, yəni Zəfər günündən biz çox böyük, möhtəşəm bir paradın şahidi olduq və dost və qardaş ölkə Türkiyənin və Pakistanın rəhbərlərinin səfəri və onun ardınca möhtərəm cənab prezidentin Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə deməli iştirakı bir daha Azərbaycanın uğurunun üzərinə daha bir uğur gətirdi. Təbii ki, Azərbaycan və Özbəkistan münasibətləri çox qədim tarixi köklərə əsaslanır, həm dini baxımdan, həm dil kökü baxımından, ümumiyyətlə, yəni mədəni baxımdan biz demək ki, qardaş ölkələr sırasındayıq və təbii ki, ölkə başçımızın bu dəfəki səfəri də bir daha onu göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq qardaşlıq münasibətindən başqa həm də müttəfiq tərəfdaşlıq deməli bir mərhələsinə keçid etmişdir və bu mərhələnin gələcəkdə daha böyük uğurlara imza atacağına heç şübhə etmirik. Çünki burada artıq iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi göz önündədir. Təbii ki, və bu görüşdə də deməli Özbəkistan prezidenti Şavkat Miramonoviçin çox böyük hörmət və sayğı ilə cənab prezidentimizi qarşılaması və bu sayğını biz hər birimiz gördük. Bütün bunlar artıq Azərbaycanın gücünün bir daha bütün dünyaya nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında, Cənubi Qafqazda, ümumilikdə regionda artıq Azərbaycan söz sahibidir. Bugün Azərbaycan atmış olduğu hər addıma görə özü qərar verir. Heç bir dövlətdən asılı olmadan, heç kəslə belə deyək, hesablaşmadan öz qərarlarını qəbul edir. Və bundan sonra da Azərbaycan və Özbəkistan və nəinki Özbəkistan, ümumilikdə bu Mərkəzi Asiya dövlətlərinin sırasında
olmaqla bizim qardaşlıq münasibətlərimizin daha yeni bir mərhələlərə keçidinin biz şahidi oluruq. Və biz bu şahidliyi təbii ki, günü-gündən də görəcəyik. Digər deməli sahələrdə, istər humanitar sahədə, təhsil sahəsində, tibb sahəsində artıq görün biz Türk dövlətləri ilə nə qədər böyük əməkdaşlıqları etməkdəyik. Təbii ki, bütün bunlar hamısı artıq Azərbaycanın gücünün göstəricisidir. Azərbaycanın ümumiyyətlə dünyada bir qüdrətli və güclü dövlət olaraq qəbul olunmasının göstəricisidir. Vaşinqton görüşündən sonra hətta biz bunu bir daha gördük. Digər dövlətlərin də istənilən halda bizə münasibətlərinin artıq daha başqa bir formatda olduğunu şahidi olduq. Bundan başqa dünyanın ikinci super güc dövləti olan Çinlə Azərbaycanın münasibətlərinin hansı səviyyədə olması və s. Artıq yəni bugün Azərbaycanın dünyada demək olar ki, heç bir ölkə ilə problemi yoxdur. Yəni Azərbaycan ümumiyyətlə hər zaman sülhə, tərəfdaşlığa, müttəfiqliyə hazır bir ölkədir. Bunu hər zaman biz bunu bəyan edirik. Möhtərəm cənab prezident də bütün səfərlərində, görüşlərində, dünya televiziyalarına, müsahibələrində bunu hər zaman bəyan edir və bəyan etməklə yanaşı biz apardığımız siyasətdə bunu göstəririk. Atmış olduğumuz hər bir addımda bunu göstərmiş oluruq ki, Azərbaycan hər zaman tərəfdaşlığa, müttəfiqliyə hazırdır. Sülhə, belə deyək, hədiyyən demək olar ki, ilk onluqda bəlkə deyərdim birinci olan ölkədir Azərbaycan. Günay xanım, Azərbaycanın gücündən danışanda sözsüz ki, dünyada baş verən prosesləri də biz bu günümüzdə təbii ki, seyr etməkdəyik. Böyük güclərin o maraq dairələri toqquşduqca, rəqabət artdıqca gərginliklər də artır. Amma belə bir məqamda Azərbaycanın müxtəlif təşkilatlarda təmsil olunması sözsüz ki, həm dövlətimiz adına, həm də region adına olduqca çox vacib olan bir addım kimi dəyərləndirilir. Elə Azərbaycanın Mərkəzi Asiya platformasında iştirakı da sözsüz ki, regionun gücünə bir güc qatacaq. Necə demək mümkündürsə, belə demək əgər mümkündürsə, Azərbaycanın həm də Türk Dövlətləri Təşkilatına yeni bir töhfəsi olacaq. Sözsüz ki, bu həm də o Türk dövlətlərinin güclənməsinə bir qədər də təkan verəcək. Necə düşünürsünüz? Təbii ki, baxın, Azərbaycanda mən sizə deyim, Zəngəzur dəhlizi birbaşa Türk dövlətlərinin çıxışı üçün çox böyük bir yoldur. Bu deməli Zəngəzur dəhlizinin təbii ki açılmasında bütün Türk dövlətləri, ümumiyyətlə Asiya ölkələri hamısı bu məsələdə çox maraqlıdırlar. Çünki bu xətt birbaşa olaraq Azərbaycandan keçir, Azərbaycana məxsus olan bir dəhlizdir və biz təbii ki bütün bunların fonunda bu dövlətlərin də Azərbaycana bu və ya digər məsələlərdə dəstək olduğunu görürük. Əvvəla ona görə ki, daha öncə vurğuladığımız kimi biz eyni kökdən qaynaqlanan qardaş ölkələrik. Dinimiz bir, dilimiz bir, necə deyərlər, ortaq tariximiz, mədəniyyətimiz, hər birimiz gəlir eyni məqamda deməli toparlanır. Ona görə də, baxın, bugün Azərbaycan dünyada baş verən, deyərdim ki, çətin proseslərin fonunda Azərbaycan amma daha da güclənir. Bütün dünya dövlətləri ilə münasibətlərini çox normal bir səviyyəyə gətirib çatdırıbdır. Çox vektorlu siyasət, balanslaşdırılmış siyasət və bütün bunlar artıq Azərbaycanın hansı zirvədə olduğunu göstərir. Yəni, bugün Azərbaycan zamanında diktə etdiyi zamanında Azərbaycana diktə etmək istəyən dövlətlər artıq Azərbaycanla hesablaşır. Azərbaycanla razılaşır. Yəni, buna artıq məhkumdur. Çünki bugün daha öncə qeyd etdiyimiz kimi dövlətlər Azərbaycanın günü-gündən güclənməsinin fərqindədir. Dünya dövlətlərinin Azərbaycanı güclü və qüdrətli bir dövlət kimi qəbul etməsinin fərqindədir. Və bu artıq o deməkdir ki, baxın, dövlətlər arasında Azərbaycanın hansı nüfuzu vardır. Və bu nüfuz, inandırım sizi ki, Bəturə xanım və siz bunu təbii ki də bilirsiniz, tamaşaçılarımız da bilir, çox yeni bir qurulan dövlət üçün
zamanında müharibə şəraitində olan bir dövlət üçün həm müharibə aparılması, həm hərbi deməli məsələlərdə bizim güclənməyimizin çox vacib olduğu bir məqamlarda Azərbaycan prezidenti, möhtərəm cənab prezident İlham Əliyevin həm də dünya dövlətləri ilə bu şəkildə əlaqələri yarada bilməsi hər bir ölkəyə nəsib olan məsələ deyil. Bu gerçəkdən yəni çox uğurlu bir siyasətin nəticəsidir. Bu qətiyyətin nəticəsidir. Bu siyasi iradənin nəticəsidir ki, Azərbaycan müharibə şəraitində ola-ola Azərbaycan öz hərbi gücünü gücləndirə dünya dövlətləri ilə münasibətlərini qura bildi. Və 44 günlük Vətən müharibəsindən sonra deməli möhtərəm cənab prezidentin məşvərət görüşündə səsləndirdiyi kimi artıq Füzulidə deməli bizim türk qardaşlarımızın məktəb yaratması, İncəsənət məktəbinin yaradılması, Ağdamda bir məktəbin yaradılması, bu təbii ki bizim Özbək, Qazax qardaşlarımızın bizə göstərmiş olduğu ölkə başçısının dediyi kimi hədiyyədir. Bəli. Yəni, həm də bir jestdir, həm də bu bir bu dünyaya bir mesajdır. Bəli, 44 günlük Vətən müharibəsini Azərbaycan özünü tək başına başladı, zəfəri öz gücünə nail oldu zəfərə. Baxmayaraq ki, bundan öncə ATƏT-in Minsk qrupu deyilən dırnaqarası bir təşkilatın olmasına baxmayaraq, o təşkilat öz öhdəliyinə düşən vəzifəni icra etmədi. Azərbaycan bunu etdi tək başına öz gücünə. Bəli. Bugün də tək başına Qarabağı qurur və sözsüz ki, öz gücünə. Bəli. Lakin bütün bunların fonunda qardaş türk dövlətlərinin bizə bir hədiyyəsi olaraq biz o məktəblərin, İncəsənət məktəblərinin açılışının şahidi oluruq. Böyük qayıdış Azərbaycan bugün zəfərini məhz böyük qayıdışı həyata keçirməklə davam etdirir. Bu da bizim zəfərimizin bir davamıdır. Böyük qayıdış proqramında nə qədər insanlarımız, minlərlə insanımız öz dədə-baba torpaqlarına həsrətlə gözlədikləri dədə-baba torpaqlarına qayıdırlar. Orada infrastrukturun yaradılması, şəhərlərin, kəndlərin bərpa olunması, yenidən qurulması. Təbii ki, bu məsələlərdə bizim bir balaca çətinliyimiz ondan ibarətdir ki, bu deməli erməni vəhşiliyinin nəticəsində minaların hər addımda bir bastırılması, onların kök atması təbii ki, biraz bizim böyük qayıdış məsələmizin daha belə çətinliklər yaradır. Amma bütün bunlara baxmayaraq biz böyük qayıdışı həyata keçirdirik. Günü-gündən deməli ölkə başçımız hər dəfə Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı insanlarla görüşəndə biz nəyə şahid oluruq? İnsanların gözlərindəki, üzlərindəki, simalarındakı o sevincin, o xoşbəxtliyin şahid oluruq. Demək ki, bu o deməkdir ki, məhz bütün bu uğurları biz prezident, ordu, xalq birliyi ilə deməli nail olduq. Bugün də möhtərəm cənab prezidentin ətrafında hər zaman olduğu kimi xalqımız sıx birləşibdir. Onun bütün atmış olduğu addımlara sevinir və şahidlik edirik ki biz. Bir Azərbaycan vətəndaşı olaraq hər birimiz şahidlik edirik ki, Azərbaycan tarixin içindəyik. Biz baş verən o tarixin, o böyük tarixin, biz böyük hadisələrin şahidliyi içindəyik və sözsüz ki, bundan həm də qürurlanırıq. Günay xanım, siz onu yaxşı xatırlatdınız. Cənab prezident elə orada çıxışında siz qeyd etdiniz onu. Bizim Qazax, Qırğız, Özbək dostlarımızın Qarabağda məhz məktəb tikməsi, məscid tikməsi, yəni bütün bunlar əslində onsuz da Azərbaycan öz gücünə, Azərbaycan varlı, qüdrətli dövlətdir. Özü Qarabağda bütün demək tikinti quruculuq işlərini aparacaq. Amma qardaş ölkələrin hər birinin o addımı atması, biz deyirik ortaq tariximiz var, ortaq mədəniyyətimiz var. O bağların yenidən daha da birləşdirilməsidir. Bu dünyaya verilən bir mesajdır ki, həm də biz birgəyik, biz Azərbaycanın haqq işində onun yanındayıq. Olduqca mühüm bir addımdır. Elə bax bu Mərkəzi Asiya ölkələri ilə bax eyni formatda, eyni platformada birləşmək də olduqca həm siyasi bir jest olmaqla yanaşı sözsüz ki, burada iqtisadi bağlılıqlar olacaq, iqtisadi əhəmiyyəti var bunun, təhlükəsizlik baxımından bunun əhəmiyyəti var. Bax bu baxımdan da region üçün əhəmiyyətlidir bu birlik. Təbii ki, bu birlikdə Azərbaycanın olması, bu deməli
Mərkəzi Asiya dövlət başçılarının birlikdə deməli bu platformada Azərbaycanın da yer alması artıq Türk dövlətlərinin həmrəyliyinin göstəricisidir. Bəli. Biz həmrəyik, biz birlikdəyik, Biz gücük. biz gücük, biz birlikdə gücük. Bəli. Və bütün dünyaya açıq bir mesajdır ki, Azərbaycan həm də bu təşkilatda yer almaqla çox böyük regionda və dünyada böyük nüfuza malikdir. Və Türk dövlətlərinin Azərbaycanın bu şəkildə dəstək olması, yanında olması artıq gerçəkdən dünya dövlətləri üçün də bir deyərdim ki, bir güc mesajıdır. Və onun göstəricisidir ki, bəli, biz qardaşıq, qardaş dövlətlərik. Artıq bundan sonraki dönəmlərdə biz həm də tərəfdaşlıq və müttəfiqlik mərhələsinə keçid atırıq. Bəli, bu həm də bir niyyətdir. Yəni bu birliklər hər biri sülhə xidmət edir, Bəli. təhlükəsizliyə xidmət edir və elə dünyanı da bax bu sülh, sabitliyə, təhlükəsizliyə çağıran elə təşkilatların birləşməsi sözsüz ki, dünya üçün də çox əhəmiyyətlidir. Təkcə elə həmin ölkələrin öz daxili elə bil auditoriyasına, həmin ölkələrin bölgələrinə deyil, bölgəmizə, regionumuza deyil, ümumilikdə dünyanın xilası deməkdir. Bəli. Hansı bir təşkilatın elə istiqamətində, hədəfində sülh, sabitlik varsa, o sözsüz ki, həm də dünyanın xilası deməkdir. Bütün danışıqlar, bütün o münaqişələr sonunda yenə də müzakirələrdən, danışıqlardan bundan keçir və bax elə bu Azərbaycanın bu təşkilatda birləşməsi də sözsüz ki, Azərbaycan sülh məramlı, sülh niyyətli bir ölkədir. Bu baxımdan da çox əhəmiyyətli olacaq və regiona da yaxşı və çox demək olar ki, ürək açan bir hadisələr vəd edir. Belə demək mümkündürsə. Çox təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Sağ olun. İnşallah bir gün Qərbi Azərbaycanda sizin verilişinizdə deməli müzakirəni edərik. İnanıram ki, o gün heç də uzaqda deyil. Möhtərəm cənab prezidentin rəhbərliyi ilə biz o günə çox tezliklə görəcəyik. Həm də dövlətimizin prioriteti odur. Qərbi Azərbaycana qayıdışdır və soydaşlarımız gec-tez o yurda qayıdacaqlar. İnşallah. Çox təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Belə. Siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma hələlik burada studiyamızda. Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.